Salam, hər vaxtınız xeyir olsun. Günaz TV nefrində siz studiyada Aytaç Ziyəddinovadır. Əvvəlcə xəbər başlıqlarına qısa nəzər salaq. Daha ətraflı. Bugün Kəlbəcərin işğaldan azad edilməsinin 5-ci il dönümüdür. 2020-ci ilin noyabrında 27 illik işğala son qoyularaq Kəlbəcər Azərbaycan torpağına qayıtdı. Bu zəfər hər bir vətənpərvərin qəlbində silinməz iz buraxan bir tarixdir. Azərbaycan ordusu 44 günlük vətən müharibəsində ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad edib. Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə müharibədə məğlub olduğunu anlayan Ermənistan məcburiyyət qarşısında qalaraq kapitulyasiya aktını imza atıb. Noyabrın 10-da Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında bəyanat imzalayıb. Bəyanatın 6-cı bəndinə əsasən Kəlbəcər rayonu Azərbaycana qaytarılıb. Bəyanatda Kəlbəcərin noyabrın 15-nədək qaytarılması nəzərdə tutulsa da, ermənilər rayonu boşaltmaq üçün Rusiya vasitəsilə Azərbaycandan 10 gün vaxt istəyib. Azərbaycan humanizm prinsiplərini əsas götürərək güzəştə gedib ermənilərə 10 gün vaxt verib. 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarılıb. Beləliklə Kəlbəcərin 27 illik işğalına son qoyulub. Təbrizin Traktor klubu Asiya Elit Liqasında növbəti qələbəsini əldə edib. Noyabrın 24-də Özbəkistanın Nasaf klubunu 1-0 hesabı ilə məğlub edib. Bu qələbə ilə Traktor 11 xalla qrupda 3-cü yerə yüksəlib və play-off mərhələsinə vəsiqə qazanmağa çox yaxınlaşıb. B qrupunda yer alan klub 5-ci turda Özbəkistanın Nasaf klubu ilə qarşılaşıb. Özbəkistanda keçirilən oyun 1-0 hesabı ilə Təbrizlilərin xeyrinə başa çatıb. Yeganə qolu 17-ci dəqiqədə Regi Luşkiyə vurub. Traktor 5 oyundan sonra 11 xalla qrup 3-cüsü mövqeyindədir. İlk 2 yerdə Səudiyyə Ərəbistanının Əl-Hilal və Əl-Əhli klubları qərarlaşıblar. Bununla da Təbriz təmsilçisi demək olar ki, play-off mərhələsinə vəsiqəni təmin edib. Hava çirkliyi səbəbindən bugün və sabah Şərqi Azərbaycanın bir neçə şəhərində təhsil ocaqları və dövlət idarələri tətil elan edib. Bu haqda Şərqi Azərbaycan valiliyi məlumat yayıb. Məlumata görə noyabrın 25-i və 26-sında Təbriz, Üskü, Azərşəhir, Əcəbşir, Binab, Şəbüstər, Məlikan, Leylan və Mərənd şəhərlərində məktəblər, universitetlər və idarələr fəaliyyətlərini dayandıracaq. Dünənə olan məlumata görə Təbrizdə hava çirkliyinin səviyyəsi 235 mikroqram kubmetr olmaqla bütün yaş qrupları üçün təhlükəlidir. Bununla yanaşı hava çirkliyi səbəbindən Qərbi Azərbaycan əyalətinin və Soyuqbulaq şəhərində tətil elan edilib. 10 şəhərdə isə məktəblər, universitetlər və dövlət idarələrinin iş saatı azaldılıb, tətil elan edilib. İranın Xarici İşlər Naziri Abbas Əraqçı bu həftə Fransalı həmkarı Jean-Noël Barrot ilə danışıqlar aparmaq üçün Parisə gedəcək. Bu barədə İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai məlumat verib. Onun sözlərinə görə səfər Fransalı nazirin dəvəti ilə baş tutacaq və gündəmdə yalnız iki tərəfli münasibətlər, o cümlədən məhbus mübadiləsi məsələləri olacaq. Cenevrədə aparılan danışıqlardan sonra Vaşinqton administrasiyası və Kiyev ABŞ-nin Ukraynadakı böhranının həlli ilə bağlı planının əksər hissələri üzrə razılığa gəldilər. Bu barədə Ağ Evin mətbuat katibi Caroline Levitt məlumat yayıb. Nəticə etibarilə bu məqamların böyük əksəriyyəti üzrə razılıq əldə edildi. Ukrayna tərəfi bizimlə planın formulu üzərində işləyib. Buna görə də vəziyyətin çox yaxşı olduğuna inanırıq. Əlbəttə ki, bütün məqamların razılaşdırılmasını təmin etməliyik. Levitt əlavə edib. Amerika prezidenti Donald Trump Ukraynadakı müharibənin maliyyələşdirməsini dayandırıb, lakin Vaşinqton NATO-ya silah göndərir. Bunu Ağ Evin mətbuat katibi Caroline Levitt Fox News-a açıqlaması zamanı bildirib. O həmçinin Amerika tərəfinin bunu daimi olaraq edə bilməyəcəyini vurğulayıb. Prezident Trump Ukraynadakı müharibənin maliyyələşdirməsini dayandırıb. Lakin Amerika hələ də NATO-ya xeyli miqdarda silah göndərir və satır. Lakin biz bunu daimi olaraq edə bilmərik və prezident bu müharibənin bitməsini istəyir, Levitt qeyd edib. O, Trumpın Ukraynadakı müharibənin sona çatması ilə bağlı razılaşmanın tezliklə əldə olunacağına ümidli və nikbin olduğunu qeyd edib. Amerika administrasiyası Rusiyanın hazırlanan Ukrayna böhranının həlli planının şərtləri ilə razılaşacağına ümid edir. Bunu Ağ Evin mətbuat katibi Caroline Levitt deyib.
O həmçinin qeyd edib ki, Amerika hazırda Ukrayna ilə müqavilənin şərtləri üzərində işləyir. Əlbəttə ki, bütün bu məqamların razılaşdırıldığına əmin olmalıyıq və əlbəttə ki, bu müharibədəki digər tərəfin, yəni rusların da onlarla razılaşdığına əmin olacağı əlavə edib. Bu saata çatdıracağımız əsas xəbərlər bunlardan ibarət idi. Sağ olun, sağlam qalın.